Naxçıvan Muxtar Respublikası Azərbaycanın strateji əhəmiyyətə malik bölgələrindən biridir. Coğrafi mövqeyi, tarixi irsi və iqtisadi potensialı bu bölgənin inkişafını ölkənin ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevirir. Son illərdə Naxçıvanda həyata keçirilən islahatlar, infrastruktur layihələri və iqtisadi təşəbbüslər regionun daha dayanıqlı və müasir inkişaf modelinə keçidini hədəfləyir. Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidən qurma prosesi ilə paralel olaraq Naxçıvanın da vahid inkişaf konsepsiyası əsasında müasirləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib. Enerji təhlükəsizliyinin təmin olunması, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, yeni idarəetmə mexanizmlərinin tətbiqi və sosial rifahın yüksəldilməsi bu strategiyanın əsas istiqamətlərini təşkil edir. Deputat Azərbaycan Adamov hesab edir ki, Naxçıvanın gələcək inkişafı yalnız ayrı-ayrı sahələrlə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurla birlikdə vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilir. Bu yanaşmanın ən böyük üstünlüyü odur ki, Naxçıvana artıq təcrid olunmuş region kimi deyil, Azərbaycanın yeni regional inkişaf xəritəsinin mühüm hissəsi kimi baxılır. Bu konsepsiyanın mahiyyəti nəqliyyat, kənd təsərrüfatı, turizmi, sosial infrastruktur və mədəni irsin qorunması kimi istiqamətlərin bir-birindən ayrı deyil, qarşılıqlı əlaqədə inkişaf etdirilməsidir. Prezident İlham Əliyev də Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun bir bölgə kimi inkişaf etdiriləcəyini və burada yaşıl enerji, kənd təsərrüfatı, suvarma, turizm və digər sahələr üzrə paralel layihələrin həyata keçiriləcəyini vurğulayıb. Deputat Azərbaycan Adamovun sözlərinə görə Naxçıvanın inkişafında iqtisadi və enerji layihələri ilə yanaşı regionun təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi də əsas prioritetlərdəndir. Naxçıvanın geosiyasi və coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərində xüsusi əhəmiyyət daşımasını şərtləndirir. Bu baxımdan müdafiə qabiliyyətinin gücləndirilməsi yalnız Naxçıvanın deyil, bütövlükdə Azərbaycanın milli təhlükəsizliyinin tərkib hissəsidir. Müasir silah və texnika ilə təchiz olunmuş, yüksək hazırlıq səviyyəsinə malik hərbi hissələrin formalaşdırılması sərhəd təhlükəsizliyinin daha çevik təmin edilməsinə imkan verir. Komanda tipli qüvvələrin əsas üstünlüyü də məhz yüksək peşəkarlıq, çeviklik, mürəkkəb relyef, müxtəlif əməliyyat şəraitində fəaliyyət göstərmək bacarığıdır. İqtisadi sahədə isə Naxçıvan Sənaye Parkının yaradılması, müasir sənaye komplekslərinin qurulması və yeni investisiya layihələrinin icrası məşğulluğun artırılmasına və işsizliyin azaldılmasına yönəlib. Sosial infrastrukturun inkişafı, kənd təsərrüfatı proqramlarının icrası, şəhərdaxili və rayonlar arası nəqliyyat problemlərinin həlli də əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Politoloq Məhəmməd Əsədullayev hesab edir ki, sənayələşmə ilə yanaşı yeni nəqliyyat və enerji bağlantıları Naxçıvanın iqtisadi inkişafına ciddi təkan verəcək. Naxçıvan bu günləri burada sənaye mərkəzlərində yaranılması, Naxçıvan sosial-iqtisadi inkişafına, əhalinin məşğulluğunun artırılmasına gətirib çıxaracaq və demək olar ki, 30 il ərzində blokadada yaşayan Naxçıvanda artıq yeni bir mərhələ başlayacaq. Təbii ki, bu burada Şərqi Zəngəzurdan Naxçıvanı birləşdirəcək dəmir yolu xətti, avtomobil yolu nəqliyyat, həmçinin elektrik xətti Naxçıvanın iqtisadi inkişafına və burada Naxçıvanın nəqliyyat hubuna, lojistika hubuna çevrilməsinə əsas zəmin yaradacaq. Naxçıvanın gələcək inkişafı Qarabağ və Şərqi Zəngəzurla əlaqəli şəkildə vahid məkan prinsipi əsasında nəzərdən keçirilir. Baş planın hazırlanması, müasir şəhər infrastrukturu, yaşıl enerji layihələrinin genişləndirilməsi və yeni idarəetmə üsullarının tətbiqi regionun uzun müddətli inkişafı üçün yeni imkanlar yaradır. Bu yanaşma Naxçıvanın iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, investisiya imkanlarının genişlənməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir. Həyata keçirilən layihələr Naxçıvanın ölkənin digər strateji bölgələri ilə inteqrasiyasını gücləndirərək onu müasir, dayanıqlı və rəqabət qabiliyyətli inkişaf modelinə çevrilməsini hədəfləyir. Fərid Yusifov, Aygün Carçıyeva, APA TV.